Onda gerek bizim maaşımızı da artıraydılar. Niye artırmırlar? Ona da gələcəm. Maaşınızı deyə bilmərəm. Maaşınız artmadı. Hər zaman bundan gileylənmisiniz. Amma Emin Əmrullayev saat azlığını aradan qaldırdı. Elədir, saat səhər 9-da gəlməlidir müəllim, 6-da çıxmalıdır. Əmrullayev, mən deyərdim ki, səhv eləyir. Cəmaat insan bilirsə nətərdir? Ürək 8 saat işləyir. Bütün proletariat ömrü boyu mübarizə aparıb 8 saatlıq iş günü ürəyə görə. 8 saatı da mən hökumətə işləyəcəmsə, mənim ailəm var, uşağım var və onlara nə işləyəcəm mən? Özü də 8 saatdan artıq işləyirsənsə ürək nevrozu olacaqsa. Deməli, bu insanların hamısı ürək nevrozu olacaq. Həkimlər mübarizə apardı, 6 saatlıq iş saatına keçib. Bu saat ölkələr çalışır ki, 4 günlük 3 saat olsun. Siz nə dersiniz? O saata görə, səni orada oturduğuna görə sən pul verməməlidir hökumət. Bu düzgün iş deyil. Demokratiyadır, sən nə danışırsınız? Kimlə danışır? Bizim institutda mən açıq deyirəm. Əvvəlcə müəllimləri qapıda, Sovet dövründə hər şey eləyirdilər. Qapıda növbətçi saxlayıb. Mənim müəllimi, bunun komendatı var, burada gözləyən var. Onlar kef edir, mən bunun əvəzinə işləyirəm, qurban olum. Dedim ki, kapitalizmə keçmişik. Elə bir kapitalizmə keçmişik, ən murdar forması, beləsə heç Afrikada yoxdur. İnan ki. Buna görə mənə pul verirsən bu növbətçiliyə? Yox. Mən nə yaşadirsən? Mən nökərəmdir sənin? Bax, ondan sonra tamamilə mən gəlmədim, növbətçilik eləmədim. O bir aydan sonra da hamısını ləğv edəcək ki, müəllim nə bir növbətçim olar? Sən nə dersin ha? Müəllim növbətçilirim, nə bilim. Belə şey ola bilməz. Mən hələ Sovet dövründə Saks vardı bir. Pribaltikadan da böyük alimidir. Savaka Paşol deyirdi, Rusça da yaxşı bilmirdi. Amma bir mühacir oxuyurdu. Gəl sən onun məntiqinə bax, qüvvəsinə bax, nələr danışırdı. Onlar nə qayırdılar? Məsəl üçün filosofdur da biri və yaxud da öyrənə. Bir aylıq ona proqram verirdi. Sənin işin, bir illik işin var, nə düzdürmü? İşləməlisən. Bu bir illik işin, bir ayının işi budur. Ged istəyirsən oyunda otur yaz, ged istəyirsən o kitabxanada yaz. Amma gətirib bir aydan sonra mənə cavab verirsin. İşə nə işə gəlsin bu? Ödən işləyir də insanlar bu. İşləyirsən alabayı. Bax belə, bilirsən insanlara əzməyə çalışırlar. Zamana görə heç kəs. Sən buradadır, sana pul verəcəm. Mən öyle şey olur ha. Sən o pulu o dərsə görə verirsən mənə. O dərsi deməsən mənə, sən pul verməzsən. Düzdürmü? Bəli. O düzgün iş deyil. Onun nahaq eləyirlər. Mən sağda çoxaldı. Deməli, mən sən qulunam, orada oturum da belə durum. Nə işə durum orada? Rəşid müəllim, təhsillə bağlı maraqlı bir fikriniz də var. Deyirsiniz, təbabət üçün Boloniya sistemi yararsızdır. Bəli. Niyə belə düşünürsünüz? Bilirsiniz xanım, birinci Boloniyanın bir müsbət cəhəti var, açıq deyirəm. Boloniya sisteminin birinci müsbət cəhəti ondan ibarətdir ki, Boloniya sistemi müəllimdən asılıdır. Mənim vəzifəm dərs deməkdir və mən YF dərsimi deməliyəm. Özü də Boloniyada belə Azərbaycan sayağı Boloniya sistemidir. Bu da normal Boloniya sistemidir. Ha, elə biləsən Boloniya sistemidir. Boloniya sistemində sən də leksiya deyirsən bir fəndən, mən də. İkimiz də gedirik, eyni şey deyirik. Tələbələr bunda da oturur, bunda da. Gələn dəfə dərs istəyəndə bir deyirsən, mən də oturma tuşağına hamısı sənə qaçdılar. Sən gözəl demirsən, düz demirsən, başası düşür, mənə dərs vermirlər. Getir işinlə məşğul ol. Belə qanun var o. Burada yox da kim deyir desin belə, açıq deyirəm. Bizim universitetdə yaxşı müəllim hazırlamaq lazımdır. Müəllimi yaxşı müəllim hazırlamaq üçün 1 il, 2 il vaxt lazımdır ona. Məsələn, fiziologiya 15 bəhsidə ayda bir bəhsi hazırlasın bu müəllim keçmək istəyən. Müəllimlərin dərsinə geçsin. Valla mən də özüm də getmişəm. Elə müəllim vardı, çox zəif idi. Ondan bir tərbiyəvi bir şey öyrənmişəm leksiyasından. Onda onun duruşundan bir şey öyrənmişəm. Onun söhbətindən bir şey öyrənmişəm. Bilirsən, elə deyil axı. Bunlar, bax, öyrənmək istəmirlər. Bilmirsən, nə deyirsən, demirsən. Bilirsən, olmur. Effekt alınmır. Xaricdə nətərdir? Sən həm Boloniya sistemindən geçsən. Həmi 3 dənə sual yazırlar. 3 dənə sualı sən yazılı verirsən. 3 mü, 5 mi sual. Və ondan sonra müəllimin qabağında gəlib cavab verirsən. Ondan, oradan. Amma o hazırlanan müəllim var ha. Bütün məsəlçi tənəffüs sistemidir və yaxud da ürək sistemidir. Ürəyin hamısını başdan ayağa tələbə necə danışırsa müəllimə danışsın. Bir gündə olmasın, 2 gündə olsun. Bir neçə müəllimə otursun və bunu ayrıca zad eləsin ki, bunu buraxmaq olar bu bəhsə. Onda tələbənin içinə buraxmaq olar bu müəllimi. Yoxsa elə müəllim var, danışığını hiss eləmirsən.